Əvvəllər demək olar hər kəsin həyətində bir tut ağacı vardı. Tut çırpanda qonşular bir yerə yığışar, şal tutmağa kömək edərdi. Sonra hamı birlikdə oturub doyunca tut yeyərdi. Qalanını da analarımız qazana yığıb bəhməz edərdi. O illər bir başqa gözəl idi. İnsanlar bir-birinə daha doğma idi, münasibətlər daha səmimi. Tut ağacının kölgəsində biz sevgini, paylaşmağı, bir yerdə olmağın dəyərini öyrənirdik. Bugün o illərə qayıtdım. İçimdəki uşaq sevindi. Tut ağacı ucalığı, de arzuma necə çatır. De köksünə necə çarpazlıq çəkmişəm, necə körpə budağını mən əzmişəm. Bir gün şirin